Salam aleykum. Qurban bayramının əsl mahiyyəti daxilimizdəki pislikləri kəsmək. Çox vaxt elə düşünülür ki, bu bayram sadəcə heyvan kəsimindən ibarətdir. Lakin uca kitabımız Qurana nəzər saldıqda görürük ki, qurbanın mənəvi mənası daxili bir təmizlənmə xəbərdarlığıdır. Həcc surəsinin 37-ci ayəsində Rəbbimiz buyurur: "Onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır." Qurban yaxınlaşmaq deməkdir. Bəs insan Allaha necə yaxınlaşır? Sadəcə qurban kəsməklərmi? Xeyr. Əsl qurban insanın içindəki pis vərdişləri, mənfi xüsusiyyətləri kəsib ata bilməsidir. Biz heyvan kəsərkən məcazi olaraq həm də daxilimizdəki paxıllığı, qeybəti, kini, təkəbbürü, haqsızlığı və dünya malına olan hədsiz tamaha qurban verməliyik. Nəfsimizi pisliklərdən təmizləməsək, kəsilən qurbanın mənəvi dəyəri qalmır. Saffat surəsində İbrahim Peyğəmbərin yuxuda öz sevimli oğlunu qurban kəsdiyini görməsi və buna hazır olması təsvir edilir. Onların hər ikisi təslim olduğu zaman Saffat 103. Bu hadisə bizə mesaj verir. İbrahim Peyğəmbər özü üçün ən dəyərli olanı Rəbbi üçün fəda etməyə hazır idi. Biz də bu bayramda bizi Allaha doğru getməkdən saxlayan, yolumuzu azdıran o pis adətlərimizi, egomuzu fəda etməli, yəni qurban verməliyik. Eyni zamanda Quran bizə mənəvi paklığı sosial həyata da köçürməyi, qəlbləri birləşdirməyi əmr edir. Onlardan özünüz də yeyin, ehtiyac içində olan yoxsullara da yedirdin. Həcc surəsi 28-ci ayə. Gəlin bu qurban bayramında sadəcə bir heyvanı deyil, daxilimizdəki bütün pislikləri, xəsisliyi və mənfilikləri bir dəfəlik kəsib ataq. Allaha səmimi qəlblə yaxınlaşaq. Bayramınız mübarək olsun. Qurban kəsdi ümmət, zinətləndi cənnət, göydən yağdı rəhmət. Qurban bayramında bu gün örnək oldu, ümmət həmrəy oldu, Haqqa dəstək oldu. Qurban bayramında